Hoş gördüğünüz tamaşaçılar. Yeni bir ringə baxırsınız. İctimai televiziyada bizim verilişin 27-ci mövsümü və bugün 10 ildən çox bizimlə olduğuna görə verilişimizin əsas dəstəkçiləri Heydər Əliyev Fonduna, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, o cümlədən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə böyük təşəkkürüm var. Xatırlatmaq istəyirəm ki, verilişimizi yenə də Crystal Hall'dan yayımda izləyirsiniz və burada yaradılan rahat şəraitə görə böyük təşəkkürüm var. Verilişimizin baş sponsoru isə bu mövsümdə də Nardır. Bizim müstəqil hakimimiz, baş sponsorumuz olanların korporativ sosial məsuliyyət və sponsorluqlar üzrə eksperti Nuranə xanım Əliyeva və DJ pultu arxasında DJ Maksim. Dəstək qrupumuzu, Flash qrupunu salamlayaq. Onlar da komandalarımıza azarkeşlik edirlər. Artıq biz Nar kubokuna daha yaxınıq və hər dəfədən belə deyək ki, bu kuboka əli uzanacaq komandanın sanki barmaqlarını görməyə başlayırıq. Xatırladıram ki, dəyişməyən baş sponsorumuz Nar kubokun sahibi olacaq komandaya dəyərli hədiyyələr hazırlayıb. Nar sənə ən yaxın fürsətdən istifadə edib kubok uğrunda mübarizə aparılması artıq qətiləşmiş komandaları salamlayıram. Martın çempionu Göyçayın Nar Plus komandası. Aprel çempionu Norm Sement. Mayın çempionu Bakı komandası. Yeri gəlmişkən onlar həm də iyun ayının birinci finalçıları hesab olunurlar. İkinci finalçımız isə Nar oldu. Üçüncü finalçımızı isə bugün müəyyən edəcək və bugün heç də asan olmayacaq. Bugün 3 xala qədər 11 döyüş baş tutacaq və sonuncu döyüşün qalibi iyunun finalına çıxacaq. Mən ilk öncə mövsüm ərzində yalnız bir dəfə oynamaq şansı əldə etmiş 5 komanda var ki, onların döyüşlərini yenidən izləmək istəyirəm. 3 xala qədər döyüşlərə çıxacaq 5 komanda. Azərbaycan Dillər Universitetinin komandası, Sabirabad komandası, Azərbaycan Turizm və Management Universitetinin komandası, Qarabağ Universitetinin komandası və Şirvan komandalarının oyun kartlarıyla mən Nuranə xanım sizə yaxınlaşıram və bu gözü bağlı seçimdən xahiş edirəm ki, bir komanda seçəsiz görək, hansı oynayır, necə oynayır. Bu birinci komanda. Diqqət, diqqət. Azərbaycan Dillər Universiteti komandası buyurun. Yaşıl masa arxasına keçirsiniz. Ayat Bəşirzadə, Cavid Abbasov, Rüstəm Eyniyev, Leyla Yusubova, Sunay Osmanov və komanda kaptanı Güləsən Kərimov öz yerlərini yaşıl masa arxasında alırlar. Onların rəqibi olacaq komanda isə bayaq əvvəl dediyim kimi bir verilişdə qalib olmuş, amma indi ikinci oyun şansını əldə etmək istəyən komandalardır. Yenə 4... Üzr istəyirəm, bu bir dəfə oynamış komandalardır. Qələbəsi olmayan bir dəfə oynamış komandalardır. Redaktorlarımız vaxtında düzəliş edir və Şirvan komandası da belələrindəndir. Buyurun. Qırmızı masa arxasına. Günel Günəşli, Yeganə Məmmədova, Aysun Əhmədova, Reyhan Qafarova, Səbinə Günəşli və komanda kaptanı Samir Məmmədov yerlərini alsınlar. Başlayaq. Hər Çinin bu yerdə Şirvan komandasının təşəkkürünü çatdırmaq istəyirəm. Onlar dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edir. Beləliklə 3 xala qədər döyüş, birinci döyüşümüz başlayır. Hesab 0-0. İlk sualım 1 xal dəyərində. Qrolar və ya Pizli bu ayı növlərinin cütləşməsindən formalaşan yeni növə verilən addır. Hansı? Vaxt. Yaşıl masada Five Start, qırmızı masa düşünür. Qrolar, Krizli yox, qrolar bir də... Krizli boz ayı. 2 ay deməliyik biz. Başa düşmədim, heç sualım. Bir dənə şey... Eşidirəm sizi, Samir. Aysun Əhmədova üçün təşkil edin, zəhmət olmasın. Aysun, qrolar və ya Pizli bu ayı növlərinin cütləşməsindən formalaşan yeni növə verilən addır. Hansı? Bəlkə ağ ayla, boz ayla. Yox. Söhbət Grizlilərdən gelirdi, qütb ayısından. Növbəti sual 2 xal dəyərində. Giuliano Medici'nin sevgilisi Gözəl Simonetta 1476-cı ildə öldüyü üçün onun dünyaya gəlməsini görə bilmədi. Onun kim olduğunu deməlisiniz. Vaxt. 1450 dövründə bu Medici ailəsindən kimin, Beatrice'nin, Dante'nin, kiminsə, niyə? Adam ölür və kiminsə doğulmasını görə bilmir. Medici ailəsində ən nüfuzlu kimdir? Ən nüfuzlu Giuliano'dur səfər. Bas. Samir, buyurun, eşidirəm sizi. Kim cavab verəcək? Sənsin, Günel öz versiyasını desin. Desin. Olsun ki, oğlunu görməmişdi. Xeyr, o deyil. Azərbaycan Dillər Universiteti düşünür.
Salam Fatih, zəhmət olmasa bu sualı Leyla Yusubova üçün təşkilləyasan. Giuliano Medici'nin sevgilisi Gözəl Simonetta 1476-cı ildə öldüyü üçün onun dünyaya gəlməsini görə bilmədi. Onun, yəni kimin? Leonardo da Vinci. Simonetta Vespucci həmin dövrdə bir sıra Florensiyalı rəssama, o cümlədən Sandro Botticelli'yə modelli etmişdi. Qəribədir ki, o özünün modelli etdiyi Veneranın doğulmasını görmədən, yəni əsər tamamlanmadan ölüb. Diskvalifikasiya riski ilə 3-cü sual. Hansı şairimizin anadan olmasının 600 illiyi münasibəti ilə 2019-cu ildə bir gündə Respublikada 650 min ağac əkilmişdi? Vaxt. Azərbaycan Dillər Universiteti kim cavab verir? Olsun İmadətin Nəsimi. Doğrudur. 3-0 və Azərbaycan Dillər Universiteti masa arxasında qala bilir. Şirvan komandası bu fürsətdən də yararlana bilmir. Növbəti komandanı seçməliyik. 3 seçim var. Buyurun. Diqqət. Sabirabad komandası. Buyurun qırmızı masa arxasına. Azər İsmailov, Talih Muradov, Camal Əzimov, Mail Babaşov, Bəhruz Abbasov və Seydəşim Həşimli öz yerlərini alırlar. Azərbaycan Dillər Universiteti bir komandanı yola sala bildi. Görəsən Sabirabadı da eyni uğurla yola sala biləcəkmi? Yeri gəlmişkən Sabirabad komandası da dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edir. Bir serialın milyarder qəhrəmanı oğlunun iş yerində intihar edəcəyindən qorxur. Dəqiqliklə deyin. Seriyaların birində biz nəyin hündürlüyünün artdığını görürük? Vaxt. Sabirabad komandası, buyurun. Salam Fatih, Camal cavab verəcək. Salam Fatih, ola bilsin ki, intihar etməsin deyə tavanın hündürlüyü artırılmışdı. Elə deyil. İlk saniyədə səhv cavab sizi masadan qaldırır. Azərbaycan Dillər Universiteti düşünür. Balkonda, чтобы не выпрыгнул. 10 milyarder milyon. Niyə asacaqdı da İzzətova? Asdığı yerin uzunluğu olacaq. Uşaqlar milyarder, может, деньги, может, золото. Чтобы он спрыгнул как-то. Nərdivan, niyə? Kim cavab verəcək Güləsən? Ayat üçün zəhmət olmasa sualı təşkilləyasan. Bir serialın milyarder qəhrəmanı oğlunun iş yerində intihar edəcəyindən qorxur. Siz mənə dəqiqliklə deməlisiniz ki, serialların birində nəyin hündürlüyünün artdığını görürük. Salam Fatih, fərz eləyək ki, onun oğlu özünü asacaqdı kəndirdən. Ola bilsin nərdivanın hündürlüyünün. Artırıb ki, daha rahatlıqla ipi bağlayıb Özünü assın. Yox, elə deyil. Adətən hündür mərtəbəli binalarda çalışan sui-qəsdçilər işlədikləri göydələnlərin damından özlərini ataraq intihar edilir. Və bundan ehtiyat edən ata həmin damdakı şüşə çərçivələrin hündürlüyünü artırmışdı. Binanın damındakı şüşə məhəccərlərin hündürlüyü beləcə artmış olmuşdu. Növbəti sual 2 xal dəyərində. Amerika Birləşmiş Ştatlarında aviasiyanın qızıl dövründən bəhs edən verilişdə danışılır ki, bəzi ştatların üzərindən uçuş zamanı sərnişinlərə alkoqollu içkilərin təqdimatı dayandırılırdı. Səbəb ştatlarda bu qanunun mövcudluğu idi. Hansı qanunun? Vaxt. Sabirabad komandası. Mail cavab verəcək. Quru qanun. Elədir. 2-0 və sizin üstünlüyünüz. Növbəti sual. Həmin verilişdə, bayaq haqqında danışdığım verilişdə, pilotların görə biləcəyi şəkildə ştatların başlanğıcında olan yazılardan da danışılır. Məsələn, New Jersey, hə, Pensilvaniya, yox. Bu yazılar hansı mənaya gəlirdi? Vaxt. Yenə Sabirabad komandası döyüşün qalibi ola bilərsiniz. Yenə Mail cavab verəcək. Onlar orada görürdülər ki, yəni hə, yəni burada quru qanun qüvvədədir, yaxud deyək ki, alkoqol. Burada alkoqol icazəlidir. Yox, burada alkoqol icazəli deyil. Aydındır. 3-0. Tam doğru cavab. Sabirabad komandası masa arxasında qalmağa müvəffəq olur. Yenidən oyunçu yerinə qayıdır. Talih, üzr istəyirəm, Camal öz kürsüsünə əyləşir. Amma mən bir şey gördüm Seydəşim, onu soruşmaya bilmərəm. Bayaq siz ayaq üstü oynuyordunuz, sonra oturdunuz. Bu hesaba bağlı olan bir şeydir, yoxsa nəsə başqa bir şeydir? Yox, ayaq üstə oynamaq düşmədi bizə. İlk saniyədən Camal getdi. Aha. Onun üçün oturmağı yoxladım, bu düşdü. Ayağı qalxanda isə mən cibinizdən 2 açarın çıxdığını gördüm. Xahiş edirəm o tamaşaçılarımıza da göstərək. Bu nəyin açarı? Maşını başa düşdüm. Maşın ev. Maşın ev.
Bu sanki reklam xarakterdir. Belə bilirsiniz, sizin cibinizdən açarlar çıxmışdı. Yəni maşınım var, evim var, özümdə qalib gəlirəm. Özünüzü kimə göstərirsiniz? Nurayda xanım, xahiş edirəm elə bir komanda seçək ki, gəlsin açarlar, maşınlar falan bu mövzu yığışılsın. Kim gəlir? Diqqət. Azərbaycan Turizm və Menecment Universiteti sizi dəvət edirəm. Növbəti döyüşə isə Qarabağ Universitetinin Xankəndi komandası gələcək. Hələlik İlahə Sadıqova, Aytac Babayeva, Cavanşir Abbasov, Mahmud Əhmədov, Orxan Hüseynzadə və Elnur Qədirli öz yerlərini tuturlar. Amma uduzan komandalarda təsəlli naminə deməliyəm ki, növbəti bir həftədən sonra baş tutacaq verilişimizdə çox gözəl fürsət olacaq. Şans oyununda iştirak edə biləcəksiniz. Yəni, brandingdə son ana qədər şans var. Nəbi Xəzri Türkiyənin Elazığ şəhərinə etdiyi səfərdən ilhamlanaraq yazdığı şeirində oradakı bir gölə Ana Xəzərdən salam gətirdiyini deyir. Həmin gölün adı nədir? Vaxt. Buyurun, kim cavab verir? Bu suala cavab verəcək Aytac Babayeva. Fikrimizcə Van gölü. Yox. Masadan qalxmalı olursunuz, Sabirabad düşünür. Sən necə idi, mən deyim? Elazığda göl var. Onun da Xəzərdir bəlkə. Hə, bəlkə Hazar gölüdür. Yaxşı, başqa. Xəzərin balasını ala bilər. Aral-zat Türkiyədə hansı göldən aşdı? Sən saniyə bax. Hazar qəşəngdir. Başqa nə ola bilər? Törəməsi, Xəzərin törəməsi. Buyur. Zəhmət olmasa talih üçün sual təkrarlayın, o bir cavab. Elazığ şəhərinə səfər zamanı Nəbi Xəzri orada bir şeir yazır və oradakı bir gölə Ana Xəzərdən salam gətirdiyini deyir. Həmin gölün adı nədir? Bala Xəzər olsun. Buradakı ana, oradakı isə Bala Xəzər. Xəzər deyək. Yol alıb ən qədim qərinələrdən gəldim babaların doğma elinə. Qəlbimdə salam var Ana Xəzərdən, Xəzərin övladı Xəzər gölünə. Doğru cavabdır, 1-0. Növbəti sual, yenə bir xal. Nəbi Xəzri bayaqki sualda sözü gedən Elazığdakı Xəzər gölünə əsr etdiyi şeirdə burada təkcə nəyin əski olduğunu və onu da özünün gətirdiyini deyir. Vaxt. Azərbaycan Turizm və Menecment Universiteti. Mahmud Əhmədov. Aha. Bəlkə Xəzri küləyi. Elədir ki, var. Bəli. Tək Xəzri küləyi çatmırdı burada. Onu da gətirdi Xəzri küləyi. Hesab bərabərləşdi. Növbəti sual. 1918-ci il mart qırğınının şəhidlərinin məzarı üzərindəki yazılar öyrənilərkən aşkar olunub ki, bəzi başdaşlarda onun qiyməti yazılıb. Misal üçün, qətl olunan Tağı İsrafiloğlu 1 pud un 400 manat. Araşdırmaçılar hesab edir ki, ilin əvvəlində bir neçə manata alınan unun qiymətinin belə kəskin artımının da məkirli səbəbi olub. Hansı? Vaxt. Nəsə qiymətli deyir şalafon qiyməti. Məkirli səbəbi olub deyir. Peki Ramazan ayında. Borcu var idi, öləndən sonra deyir ki, əslində 5 deyil, 400 idi. Məsələn, qoy çox versin mənə. Başqa sala bilərsin. Buyurun, Sabirabad komandası. Mail cavab verəcək. Gəlin belə düşünək ki, məsələn, deyək ki, bu qətliamda bu adam öldürülüb və bu adamın müəyyən qədər borcu var idi, deyək ki, 10 manat. Bu öləndən sonra halallaşmaq üçün həmin ödəniş ödənməlidir. Ona görə qiymət qaldırılır və qiymət süni olaraq çox göstərilir ki, qoy mən 400 manat alım. Yox. Azərbaycan Turizm və Menecment Universiteti. Bəlkə bunun qiyməti qalxsın və insanlar Novruz bayramını qeyd eləməsinlər. Elnur. Sualı zəhmət olmasa İlahə Sadıqova üçündən təkrarlayaq. 1918-ci ilin mart qırğınının şəhidlərinin məzarı üzərindəki yazılar öyrənilərkən belə bir yazıya rast gəlinir ki, və bu bir neçə qəbrin üzərində belə yazı var. Qətl olunan Tağı İsrafiloğlu misal üçün 1 pud un 400 manat. Müşahidə olunan odur ki, araşdırmaçılar deyir ki, yəni ilin əvvəlində un daha ucuz idi. İndi birdən-birə belə kəskin artım. Bunun məkirli səbəbi olub. Mən belə düşünürəm ki, unun qiyməti ona görə artıb ki, insanlar qarşıdan gələn Novruz bayramını qeyd eləmək üçün, məsələn, xüsusi şirniyyatlar var, onları bişirə bilməsinlər, yəni Novruz bayramını qeyd eləməsinlər. 1918-ci ilin Novruzu qara bayram olub. Başa düşdüyünüz kimi bu bayramı qeyd etməyiblər və Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri hesab olunur.
Belə xalq arasında deyim də var idi. Daha sonra araşdırmaçılar da bunu təsdiq etdilər ki, qırğınlardan sağ çıxanları acından qırmaq istəyirdilər. Bu məqsədlə. Mən dedim axı burada bir məkirli səbəb var. Sizin dediyiniz bayram mövzusu deyildi. Növbəti sual 2 xal dəyərində. Mən hiss edirəm ki, Nəbi Xəzrinin mövzusunda olan sualları siz daha yaxşı cavablandırırsınız. Ona görə yenə onun bir şeirində sizcə hansı görkəmli alimimizi o min budaqlı məğrur çınar adlandırır? Vaxt. Azərbaycan Turizm və Menecment Universiteti qalib ola bilərsiniz. Mahmud Əhmədov. Eşidirəm. Bəlkə budaq-budaq Odur! 3-1. Bizim məşhur coğrafiyaşünas akademik haqqında şeir. Sabirabad komandası tribunalara qayıdır və Azərbaycan Turizm və Menecment Universiteti növbəti rəqibini meydanda gözləyir. Qarabağ Universitetinin Xankəndi komandası qırmızı masaya gəlirsiniz. Raman Bəşirov, Həmidə Muradova, Əli Bəndəliyev, Müzəffər Kərimli, Şəmsəddin İsmailov və komandanın kapitanı Əlirzə Əhmədov dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edir. Gözləyirik sizi və başlayırıq. Hesab 0-0, 3 xala qədər yarışacağız. Leonardo da Vinci. Yox, Leonardo da Vinci haqqında sual deyil. Bilirəm niyə gülürsünüz, çünki yadınıza düşür. Bu iki komanda baş-başa gəlib bir neçə həftə bundan əvvəl diskvalifikasiya olmuşdu. Ona görə digər komandalara göz aydınlığı vermək istəyirəm. O hər şey ola bilər. Yenə Nəbi Xəzri. O bir şeirində şeir dünyasını kainata bənzədir və onun da günəşi və ulduzları olduğunu bildirir. Bəs o şeirlərinə yağan tənqidləri nəyə bənzədir? Vaxt. Turizm və Menecment Universiteti kim cavab verir? Aytac Babayeva cavab verəcək. Siz yenə bu səhv edirsiniz. Axı Aytac indi səhv cavab versə, ən güclü oyunçularınızdan biri masadan qalxmış olacaq. Aytac, cavabınız? Bəlkə bu meteoroid yağışlarıdır. Elədir. 1-0. 1-0. Elnur, amma məncə bu barədə bir fikirləşin. Bəlkə ilk saniyədə ən güclü oyunçularınızdan biri cavab verməli deyil. Ən güclü oyunçularımız ən düzgün qərarları verər deyə biz belə bir strategiyaya başvururuq. Yaxşı, inanaq, görək bu işləyəcək, bu strategiya yoxsa yox və hara kimi? Növbəti sual, 1 xal dəyərində. 19-cu əsrin sonlarında orada baş verən yanğın zamanı bir çox xeyriyyətçi öz yardımını göstərmişdi. Ölkəmizdə 10 mart tarixində keçirilən silsilə tədbirlərin birində də oranın tarixi haqqında iştirakçılara məlumat verilmişdi. Söhbət hardan gedir? Vaxt. Turizm və Menecment Universiteti, buyurun. Bir daha Aytac Babayeva. İsmailiyyə binası. Bax, mən dediyim oldu. Masadan qalxmalı olur. Xankəndi düşünür. 1800-lərdə uşaqlar. 1890-lar sonları 1890-da səfərlər. İlk teatr binası haradır? Tağıyevin teatrı. 1800. Yanğın olur burada. Mən də bilmirəm. Mən heç bilmirəm. Heç Bas təkrar drama. Yaxşı. Bas. Tağıyev teatrı. Bas. Bir dənə zəhmət olmasa Raman Bəşirov üçün təkrar yarışda sağ ol. 19-cu əsrin sonlarında orada baş verən yanğın zamanı bir çox xeyriyyətçi öz yardımını göstərmişdi. Ölkəmizdə 10 mart tarixində keçirilən silsilə tədbirlərin birində də oranın tarixi haqqında iştirakçılara məlumat verilmişdi. Söhbət harda? Bildiyimiz kimi 10 mart Azərbaycanda teatr günüdür və ilk teatrımız da Tağıyev teatrıdır və bu Tağıyev teatrı. 1-1! Əhsən! Əhsən! Raman! Çox yaxşı, çox yaxşı. Belə də davam edin. Növbəti sual. Əlirzə, stand-upları sevirsiniz? Vaxt olanda baxıram, amma belə çox vaxtım olmur açıq. Sizdən də nəyi soruşuram, heç nəyə vaxtınız olmur. Mənə maraqlıdır ki, vaxtınızı ümumiyyətlə nəyə sərf edirsiniz? Açığı akademik işlərimlə məşğul olam, ona görə. Doğrudan elmi iş yazırsınız indi? Bəli, yazıram. Bu namizədlik dissertasiyasıdır? Bəli, PhD. Oo, necə maraqlı. Hansı mövzuda? Məndə spektral teoriyadır, spektral nəzəriyyə, riyaziyyat sahəsi üzrə. Yəni bu barədə heç nə bilməyən adama izah etməli olsanız, spektral nəzəriyyə nədir? Bu belə deyək də fizikadan gələn məsələlərdir. Açığı belə deyək ki, bu pure maths deyirlər də, təmiz riyaziyyat, yəni bizim sahələr ona belə deyək də ona tanınır da, belə deyək, amma ümumi fizikadan gələn məsələlərdir. Sinir rəqsdənliyi və s. Bu mövzunun içində də gülməli nəsə tapmaq olur?
Məncə riyaziyyat ciddi belə deyək bir elmdir. Orada gülməklə bir yerə gedib çıxmaq olmur. Bəziləri üçünsə bu ağlamalı elmdir. Siz ki orada göz yaşsız artıq namizədlik dissertasiyasına Elə ona qədər... görə stand-uplara baxa bilmirəm. Başa düşürəm. Amma lazımdır. Çünki bəzən ən gərgin işin içində də bir stand-up adamın ürəyini aça bilər. Və bir stand-up komediyaçı məşhurluğunun azalmasına səbəb kimi Netflixin son dövrlərdə həyata keçirdiyi bir məhdudiyyəti göstərir. Nə məhdudiyyət? Vaxt. Ay, Azərbaycan Turizm və Menecment Universiteti masadan qalxmalı olur. Yox, qalxmır düyməsi. Xan dördçü nişanından imtina edir. Xan kəndi düşünür. Bəzi stand-uplar var. Yaxşı plansız. 18 plus ola bilər də bəzi yaşlılar. Sonra və yaxud da başqa bir seçim Ama Netflix'te bu açıqda hər kəs baxa bilər. Netflix'e çoxdan yoxdur. Nəsə təşəkkürdürsə. Uşaq stand-up qulağısıdır. Bu orada komediya daha Cem yox. Yılmaz 18 plus zarafatlar ola bilər. Zəfər təkrar. Zəhmət olmasa Müzəffər üçün təkrar yardınızda sual. Müzəffər, siz necə stand-uplara baxırsınız? Bəzən. Əsasən türk stand-upçılara baxıram. Ən sevdiyiniz kimdir stand-upçılardan? Cem Yılmaz deyir. Bir stand-up komediyaçı da məşhurluğunun azalmasının səbəbi kimi Netflixin son dövrlərdə həyata keçirdiyi bir məhdudiyyəti misal göstərir. Hansından söhbət gedir? Bu böyük ehtimal yaş məhdudiyyəti. Yox, Netflix hesablarının paylaşılmasına qoyulan məhdudiyyəti o dilə gətirirdi ki, yəni daha çox adamla bir adam hesabını paylaşa bilsəydi, mənə daha çox adam baxardı. Növbəti sual 2 xal dəyərində. Bəs dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 650 min ağac əkmək kampaniyası hansı rayonumuzda start götürmüşdü? Vaxt. Əli Bəndəliyev, bilmirəm. Buyursun. Çox da əmin deyilik. Bəlkə bu Şamaxıdır. 3-1. Xan kəndi masa arxasında qalmağa müvəffəq olur və mən onların növbəti rəqiblərini çağırmaq istəyirəm. Növbəti rəqibləri isə verilişimizdə bu mövsüm boyunca kubok uğrunda yarışlarda oynamış, verilişin qalibi olmuş, amma ayın çempionu ola bilməmiş komandalardır. Sumqayıt, Bakı Dövlət Universiteti, Norm Sement, Naxçıvan, Quba, Lənkəran və Göyçayın Nar Plus komandasının oyun kartları ilə Nuranə xanım sizə yaxınlaşıram. Gözü bağlı seçim edəcəksiniz və buyurun, hansı komandanı çağırırsınız? Ən altdakı olsun. Ən altdan. Görək qazmaq kimdir? Naxçıvan komandası, buyurun. Yaşıl masa arxasına. Emil Şəfizadə, Asiman Cabbarova, Nurlan Əhmədov, Mahmud Hüseynov, Camal Cümşüdlü və komandanın kapitanı Çingiz Ağayev dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür edirlər. Diqqət! Bu neçənci döyüşümüzdür? Sayca 5-ci. Ona görə də mən musiqili time-out elan etməyə tələsmirəm. Davam edirik. 3 xala qədər daha bir döyüş. İtaliyada qadınlara səs vermə hüququ veriləndə bu qərara olan qərəzli fikirlər uzun müddət qalmışdı. İlk seçkilərdə kişilərinkindən seçilib tullanılmaması üçün zərfi yapışdırmazdan qabaq qadınlar nəyi edirdilər? Vaxt. Zəffər cavab verəcək. Bəlkə zərfi öpürdülər. Yox, yanılırsınız. Naxçıvan komandası. Yox, bilinməməlidir qadın olduğu, bilinməməlidir. Başqa? Zərfin üstünə kül olsun. Ləkəliyirlər, yağızı ad qoyurlar. Kül olurlar üstünə. Yox, onda da seçiləcək də ad yazmırlar, qardaş. Heç nə bildirməməlidir. Özüm üçün də. Buyurun Çingiz. Mənim üçün təkrarlaya bilərsiniz bir daha. İtaliyada qadınlara səs vermə hüququ veriləndə bu qərarı olan qərəzli fikirlər uzun müddət qüvvədə qalıb və ilk seçkilərdə kişilərinkindən seçilib tullanılmaması üçün zərfi yapışdırmazdan qabaq qadınlar nəyi edirdilər? Bu, hər halda elə eləmədilər ki, bu zərf sonra açılanda qadınların olduğu bilinməsin. Bunu... Aha, bunun üçün də yəqin ki, zaten zərfə ad yazılmır deyə, bəlkə daha öncədən kişi qoxusu falan vururdular ki, qadın ətri gəlsə zat ayırd eləyəcəklər, atacaq. İtaliyada isə hər qadının cibində kişi adikalonu gəzir. İndi sırf ondan yana götürmüş ola bilərlər. Dostlar, zərfi bağlamamışdan öncə, siz də yəqin etmişsiniz, belə eləmək lazımdır. Amma bunu edəndə sizin dodağınızda boya varsa qadınsızsa, orada izi qala bilər. Ona görə də onlar boyasını silib, daha sonra bunu edirdilər. Növbəti sual, dəyəri qalxan 2 xallıq sual oldu. Bir aktrisa barədə sual verəcəyəm. Çingiz, ən sevdiyiniz aktrisa kimdir?
Çingiz, çox fikir qaçdınız. Yəni bu riskli qədər böyük zada. seçimdir. Nə məsələdir? Kim? Deyək ki, Scarlett Johansson. Zövqünüz pis deyil. Əlirza, Audrey Hepburn. sizin də dodağınız dəli deyil. Bu aktrisa isə Kiefer Sutherland'i toylarına 3 gün qalmış atmışdı. Münasibətlərinin əksəriyyətinin gözlənilmədən və tez bitirməsi ilə əlaqədar onu qaçaq gəlində adlandırırdılar. Söhbət kimdən gedir? Vaxt. Buyurun, Əlirza. Roman Bəşirov. Roman komandanızı bir də xilas edə bilərsiniz. Marilyn Monroe çox münasibətlərdə olub. Bəlkə Marilyn Monroe özü elə. Gərək sizdən soruşaydım, ən sevdiyiniz aktrisa hansıdır? Səhv cavab verdiniz. Naxçıvan düşünür. Zamanlı axı. Gəlin, qaçaq, gəlin, qaçan nə var, qaçmaq nə var. Julia Roberts olmaz, kinosu da var elə. Julia Roberts, kino da var, Zbijavşin Nevesta, qaçan. Mahmud üçün təkərləyərdi zəhmət olmasa. Mahmud, bu aktrisa Kiefer Sutherland'i toylarına 3 gün qalmış atmışdı. Münasibətlərinin əksəriyyətinin gözlənilmədən və tez bitirməsi ilə əlaqədar onu qaçaq gəlin də adlandırırdılar. Söhbət kimdən gedir? Belə bir ehtimal varsa ki, komandanın variantıdır. Julia Roberts'in bir kinosu da var, o qaçaq gəlin. Toydan qaçır, bəli. Nə deyim valla? Düz deyirsiniz Mahmud. Düz deyirsiniz və komandanıza hesabda ciddi bir üstünlük təmin edirsiniz. 2-0. Növbəti sual qələbə sualı ola bilər. İslandiyada məzuniyyətdə olduğunuz müddətdə sizin elektron məktublarınızı cavablayacaq Outhorse xidməti mövcud. Bəs məktubları yerə xalça şəklində salınmış klaviatura üzərində gəzən nə cavablayır? Vaxt. Yox. Buyurun. Yəqin ki, bu məktublara cavab vermək lazımdır. Sıçan elə fırlanır, gəzir, orada hərəkət eləyir. Avtomatik olaraq elə qeyri... Yox, yox. Xankəndi düşünür. Autor deyil o. Tamam, autor. Yaxşı. Nə olur? İslamiyəli heyvanı nədir İslamiyəli? Məktublara cavab verirlər, hamı məzuniyyətdə. Məzuniyyətdən də məktublar sonra nə gəzə bilər? Həmçinin. Bəlkə tarakanlar falan, ya da ən başına. Əli Bəndəliyev üçün təkrarlayarsınız. İslandiyada məzuniyyətə çıxası olsa, sizin məzuniyyətdə olduğunuz müddətdə elektron məktublarınızı cavablaya biləcək bir Outhorse xidməti var və məktubları yerə xalça şəklində salınmış klaviatura üzərində gəzən nələr cavablayır? Bəlkə bu tarakandır sadəcə, versiya kimi. Siz adına heç fikir vermədiniz, hə, bu xidmətin? Outhorse, horse, at və bu versiya deyəsən var idi. Amma cavab verilmədi. Növbəti sual 2 xal dəyərində. Çingiz, 1863-cü ildə William Bunting köklük barədə məktub adı altında broşürlər çap etmişdi. Bu, nəyi saxlamağın vacibliyindən bəhs edən tarixə məlum ilk kitabdır. Vaxt. Naxçıvan. Bu, yəqin ki, mənə də çox vacib olan kitablardan biridir. Pəhriz saxlamağın vacibliyi ilə bağlı. Saxlayırsınız pəhriz? Görünür. Yox. 4-0. Görünən odur ki, siz növbəti döyüşə qalırsınız və sizi təbrik edirəm. Çingiz təbrik edirəm. Çingiz ürəkdən təbrik edirəm. Və rəqiblərinizi, növbəti rəqiblərinizi elan etmək istəyirik Nuranə xanım. Sizcə bu dəfə kim gəlməlidir? Bu dəfə də ən üzdə olan komanda. Quba, qırmızı masa arxasına gəlirsiniz. Neyman Qeybullayev, Nəzrin Mahmudlu, Məhəmməd Hacıbalayev, Gültac Əhmədova, Cavadxan Məmmədli və Aytac Əhmədova öz yerlərini qırmızı masa arxasında alırlar. Amma indi o məqamdır ki, biz musiqili time-out ayırırlar. Qarşılayın, bugün qonağımız Yağmurdur. Qara telinə toxunar, kölgələr içində sirri saxlayır. Heç nə vecinə də deyil onun varlığı gizli ateş. Bir adım irəli, sonradan geri, sən mənimlə hiss et bu ritmi. Miau miau, sevgilə dolu
Sənə toxunur. İctimai televiziyada Braining'e baxırsınız və verilişimizin baş sponsoru Nardır. Mənim sizə həmişə çatdırmağa yaxşı xəbərlərim var. Narın isə xüsusilə çoxdur. Çünki artıq çox danışmaq, çox yazışmaq, çox paylaşmaq üçün çox ödəməyə ehtiyac yoxdur. Narın yeni sərfəli tariflərində SMS-lər, dəqiqələr, gigabaytlar, pulsuz WhatsApp, Facebook, Instagram, TikTok və roaming bonusları aşıb daşır. Məsələn, bir çoxlarının seçimi olan sərfəli 3.5 tarifində ölkə daxili zənglər üçün 250 dəqiqə, 80 SMS, 3.5 gigabayt internet, cəmi 6 manat 77 qəpiyyədir. Bəli, qoşulmaq üçün sərfəli yazıb 777-yə göndərməyiniz kifayətdir. Ətraflı məlumat Nar Plus tətbiqində və Nar Az saytında. Bizim müstəqil hakimimiz, baş sponsorumuz olanların korporativ sosial məsuliyyət və sponsorluqlar üzrə eksperti Nuranə xanım Əliyevadır və mən ona təşəkkür edirəm ki, yenə əli boş gəlməyib. Bugün qalib gələcək komanda bilirsiniz, iyun ayının finalında oynamaq şansı qazanır. Hər zaman olduğu kimi baş sponsorumuz Nar ayın çempionlarına xüsusi hədiyyələr təqdim edəcək. Nar sənə ən yaxın. Biz davam edə bilərik. Diqqət, növbəti döyüş. Çox maraqlı bir hekayə var. Bir gün Hacı Zeynalabdin Tağıyev uşağını onun açdığı məktəbə yox, mədrəsəyə göndərən bir kəndçisinə iradla deyir ki, sən deyəsən başın şişib. Şişib yox, daha doğrusu pişib. Sənin deyəsən başın pişib. Pişmiş başda isə ağıl olmaz. Bəs bundan öncə o tərəziyə həm özünə, həm də kəndçisinə aid olan nəyi qoyub ölçdürmüşdü? Vaxt. Buyurun, eşidirəm. Kim cavab verir? Çingiz. Asiman cavab verəcək. Papaq. Papaq. Doğrudan da belə olmuşdu. Hacının baş geyimi tərəzidə 400 qram gəlmişdisə, o şəxsin papağı 1 kilodan ağır idi. Və hacı demişdi ki, başında az qala bir qoyunun yununu gəzdirsən, ona görə soyuq başla qərar verə bilmirsən. Növbəti sual bir xal dəyərində. Kitab-ı Dədə Qorqud dastanının hansı personajı haqqında danışılan bir məqalədə Yunan mifologiyasında Fessaliya şahı Admetin arvadı Alkestanın onun əvəzinə canını qurban verməsi süjeti xatırlanır? Vaxt. Buyurun, Naxçıvan komandası. Asiman cavab verəcək yenə. Asiman səhv etməyin, yenə ilk saniyədir. Burla xatun. O deyil, o deyil. Quba düşünür. Aytaç, necə çətin məqam? Kim cavab verəcək? Belə deyək də, aramızda ədəbiyyat şünası olan Məhəmməddir. Onun üçün sualı təkrarlayardınız, o cavab verməyə çalışsın. Məhəmməd, siz həqiqətən ədəbiyyat şünaslıq oxuyursunuz, yoxsa sadəcə ədəbiyyatı daha çox sevirsiniz? Filologiya fakültəsində. Ola bilər ki, Kitab-ı Dədə Qorqudu oxumusunuz. Bəli. Kitab-ı Dədə Qorqud dastanının hansı personajı bir məqalədə Yunan mifologiyasında Fessaliya şahı Admetin arvadı Alkestanın onun əvəzinə canlı qurban verməsi süjeti ilə paralel çəkilir? Olsun Selcan xatun. Dostlar, Əzrailə canlı qurban verməyə hazır olan Dəli Domrul idi.
Növbəti sualın dəyəri qalxır. 2 xal. Quba, çox riskli vəziyyət. Aytac, əgər qalib gəlməsəz, bu halda Çingiz növbəti rəqibini qarşılayacaq. Mozalan satirik telejurnalının bir buraxılışında anonim məktub yazmağa çalışan şəxs xəttinin tanınmaması üçün qələmi müxtəlif formalarda tutur və deyir ki, belə yazsam deyəcəklər Bakılıdır. Belə yazsam deyəcəklər Şamaxılıdır. Amma belə yazsam deyəcəklər Qarabağlıdır. Bəs bu rolu hansı məşhur aktyorumuz oynayır? Vaxt. Quba, buyurun, hesabda irəli çıxmaq şansı var. Gültaç cavab verir. Eşidirəm sizi Gültaç. Əlağa Ağayev. Elədir ki var. 2-1 və Gültaçın sayəsində komanda hesabda irəli çıxır. İndi daha bir doğru cavab Qubanı döyüşün qalibi edə bilər. Christian Markleyn Saat filminin müddəti 24 saatdır. Çingiz, baxardınız belə uzun filmə? Baxır süjet xəttindən, amma məncə yox. Bilirsiniz, filmdə müxtəlif filmlərdən olan saat kadrları bir yerə toplanıb. Film elə hazırlanıb ki, filmə baxan şəxs istənilən saniyə nəyi öyrənə bilər? Vaxt. Quba, kim cavab verəcək? Yenə Gültaç cavab verməyəcək. Saatın vaxtını. 3-1. 3-1 və Quba masa arxasında qalır. İti düşüncə və suallara belə dərin bələdçilik onları masa arxasında saxlayır. Amma burada əlbəttə Cavad xanın da rolu az deyil. Çünki o düyməni vaxtında sıxırdı. Onlar növbəti rəqibini istəyir Nuranə xanım. 5 komandanın oyun kartı qarşınızda və gəlir. Göyçayınlar plus komandası. Qarşılayın. Cavidan Hacıyev, Rəşad Şahveranov, Nihat Hacızadə, Ceyhun Hüseynov, Emin Məmmədov və Cavid Məmmədov öz yerlərini yaşıl masa arxasındadırlar. Quba komandasına qarşı bu döyüş 3 xala qədər olacaq və qalib hələ növbəti rəqiblərini gözləyəcək. Diqqət! Cavid, xizək sürürsünüz. Xeyr. Bəs Aytaç, siz olub ki, qar altında qalasınız. Quba çox qar yağır, amma mənim qarın altında qalacağım qədər yağmır. Qar altında qalan adamlara tövsiyə olunur ki, uçqunun səthinə tərəf hərəkət etsinlər. Səthin harda olduğunu başa düşmək üçün əvvəlcə ağzındakı suyu boşaltmalısan. Amma tüpürməməlisən. Bu qaydanı necə işlədiyini bizə izah edin. Vaxt. Vur ikidə, vur. Buyurun. Ceyhun izah eləmək istəyir. Mən özüm qar altında qalmışam. Doğrudan? Bəli, mən alpinizmlə məşğul olmuşam və orada elə məşqlər var ki, bizə öyrədirdilər. Deməli, həmən qar uçqunu olarsa, belə bir şey baş verərsə, adam bilmir o üzü aşağıdır və yaxud üzü yuxarıdır. Və tüpürən vaxtı o tüpürcək dona bilər. Amma ağzındakı suyu boşaltmalısan və o əgər üzüva töküləcəksə, deməli, belin yerə tərəfdir. Səndən deməli tökülürsə başqa tərəfə, əks tərəfə deməli üzün aşağıdır. Amma boşaltmaq da lazımdır. Çünki çox az deyək ki, paltarda zətdə oksigen var, çox az həcmdə oksigen var və sən ağıza nəfəs almaq üçün azad eləməlisən. Yəni əsas qayda bundan ibarətdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin saytında hər şey sözbəsöz belə yazılır. Tamamilə doğrudur. 1-0. Hesabı şəxsi təcrübə açır. Növbəti sual yenə bir xal dəyərində. Bu yaxınlarda qəbul edilmiş qərara əsasən Belçikada müəyyən qrup işçilərin hər kilometr üçün işə götürəndən aldıqları müavinətin 37 sentlik hissəsi vergidən azad olunub. Bəs bu işçilər həmin müavinəti nəyə görə əldə edirlər? Vaxt. Quba, kim cavab verəcək? Hesabı bərabərləşdirmək fürsəti. Məhəmməd öz versiyasını desin. Fərz edək ki, onlar təmizlik işçilərdir və küçə süpürmək bununla Yox, elə deyil. Nar plus düşünün. Maşın sürməmək çox qəşəngdir. Nəyə görə maşın sürməmək? Motivasiya verir ki, okey, хорошо, tamam. Все, başqa versiya var şu an. Yaxşıdır, prosta izah elə də. Başqa versiya var nəsə. Vur da. Cavid. Ceyhun cavab verəcək. Aha, eşidirəm.
Belə Deməyin ki, mənim təcrübəm olub, mən Belçikada işləmişəm və mənə də... Belçikada olmuşam, amma işləməmişəm. Belə fərz edək ki, bu qərarın ekoloji bir mesajı var və maşın sürməmək şərti ilə, yəni ki, maşın vasitəsilə maşından istifadə etməmək, ona görə də ekologiyaya yəni zərər. Yəni, maşından imtina edirsənsə... Bu, yəni, o məsafəni maşınla sürməmisənsə, onda sizin sualda toxunduğunuz... Yox, elə deyil, elə deyil. Bu işə gəlməyə maşından istifadə etmədiyinə görə yox, məhz velosipedlə gəldiyinə görə, yəni həm sağlam həyat tərzi, həm ekologiya burada bir neçə məsələ birləşib. Növbəti sualın dəyəri qalxır, 2 xal oynanılır. Nar plus bu 2 xal uğrunda ciddi ova çıxır. Quba, diqqətli olun. Onlar cavab versələr, döyüşün qalibidirlər. 2015-ci ildə bir Amerika Birləşmiş Ştatları sakini 5 ay həbsxanada yatmışdı. Bəs o, həbsdən azad olduqdan sonra nəyin cəmi $2 təşkil etdiyini öyrənmişdi. Vaxt. Quba, kim cavab verir? Məhəmməd Cafir. Məhbuslar azadlığa çıxandan sonra onlara müəyyən qədər məbləğ ödənilir və yəqin ki, o $2 idi. O deyildi. Masadan qalxırsın, nar plus düşün. Onu demirəm. Kəfarət var, kimizə çıxardan məhkəmədə deyirlər amma. Yol pulu. Oğurladığın şeyin qiyməti, oğurladığın şeyin qiyməti. Oğurladığın şeyin qiyməti. $2. O kimsə başqa versə, başqa nə ola bilər? Oğurladığın kimi də. Cavid, kimin versiyasına... Cavidən Hacıyev cavab verəcək. 5 ay əslində çox azdır. Çox bu inzibat xəta törədib. O da nəsə uğurlayıb və sonra peşman olub ki, uğurladığının dəyəri $2 imiş. Yox. Nihat özünü öldürürdü desəm az olar. Çünki Nihat bir neçə dəfə dedi ki, bu güman ki, Nihat yox, üzr istəyirəm, Emin'dən bu versiya gəlirdi ki, bu $2 onun ödəyib zaminliyə buraxıla biləcəyi məbləğ idi. Yəni, o bunu demədi. Aytac, mən onu bilmək istəyirdim ki, masadan qalxan oyunçunuz Məhəmmədin versiyası var idi. Yəni, bu... O, belə də, masaya dediyi versiyanı belə deyir, sizə başqa cür çatdırdı, ona görə... Yəni, onun cavabı buydu. Bəli. Çox heyif ki, vermədi. Eybi yox, indi siz cavab verin və döyüşün qalibi olun. Sədi Şirazinin fikrincə, ağlın azdığını 2 şey göstərir. Bunlardan biri susmaq lazım gələndə danışmaqdır. İkincini siz deyin. Vaxt. Quba, buyurun. Gültaç cavab verəcək. Danışmaq lazım olanda susmaqdır. 3-1. Quba masa arxasında qala bilir. Məhəmməd yenidən masa arxasındadır və bu döyüş davam edir. Bir də xatırladıram ki, hal-hazırda biz oynayıb veriliş qalibi olmuş, amma ayın çempionu ola bilməmiş komandalar arasında seçim edirik. Və növbəti komanda Lənkərandır. Buyurun, Qubaya qarşı gəlirsiniz. Səbinə Kərimli, Rəsul Rızayev, Eldar Əsənli, Dilarə Rəfi, Məhəmməd Əlizadə və Asəf Məhərrəmov daha bir sensasiya imza ata bilərlər. Görək, alınacaq yoxsa yox. Diqqət. Kişi Sözü filminin rejissoru Cahangir Mehdiyev idmançı Niyaz roluna aktyor seçimi ilə bağlı müəllimi Georgi Daneli ilə məsləhətləşmişdi və Daneli ona nə məsləhət görmüşdü? Vaxt. Lənkəran. Eldar deyəcək. Mən filmə baxmışam, o elə özü rol oynayır. Daneli deyir ki, sən özün oyna bu rolu. Çünki o özü də öz filmlərində bəzən rol oynayıb. 1-0. Daha bir sual, diqqət. Oscar mükafatı qazanmış aktyorlar digər həmkarlarına nisbətdə 4 il daha çox yaşayır. Bilirdiniz belə? Doğrudan bilmirdiniz Aytac? Aytac, mən sizə deyim ki, kubok qazanan oyuncular da bilirsiniz, biraz daha çox yaşayırlar. Bəs hansı halda Oscar mükafatı qazanmış aktyorun ölüm yaşı 22% daha çox artır? Vaxt. Quba, buyurun, kim cavab verəcək? Neyman cavab verəcək. Bəlkə ikinci dəfə alsa. 1-1. 2 və daha çox Oscar aldığı halda bəli, elə də olur. Növbəti sual, yenə bir xal. Görək də görək, şimal yoxsa cənub? Kosmonavt Sergey Krikalevu sonuncu Sovet vətəndaşı adlandırırlar. Buna səbəb nədir? Vaxt. Quba.
Gültac cavab verəcək. Çünki həmin vaxt o kosmosda idi. Yəni Sovet dağılan vaxtı deyil də. Kosmosda idi. Və? O kosmosda olduğu üçün hələ vətəndaşlıqdan çıxmamışdı da. Yəni orada Sovet vətəndaşlar kimi qalırdı. Tamamilə doğrudur, 2-1. O kosmosa gedəndə SSR vətəndaşı idi. Qaydanda isə artıq SSR dağılmışdı. Növbəti sual. Versiyalardan birinə görə Magellanın matrosları şlyapaya bənzətdikləri Serro dağının real olduğunu anladıktan sonra gördükləri yeri Montevideo adlandırmışlar. Bəs 1929-cu ildə Serro dağı ətəklərində yaşayan hansı fransız dağın şlyapaya bənzəmədiyi barədə dostlarıyla mübahisə etmişdi? Vaxt. Quba. Məhəmməd cavab. Olsun Antoine de Saint-Exupéry. O da doğru cavabdır. 3-1. Məhəmməd, siz neyinirsiniz? Komandanıza növbəti qələbəni qazandırırsınız. Ağla sığmazdı. Ağla sığmazdı. Vaxtında düymə sıxılır, vaxtında cavab verilir. Çox yaxşı, əhsən. Növbəti komanda gəlməlidir. Nuranə xanım, gözü bağlı seçimdən bu dəfə gələn isə Bakı Dövlət Universitetinin komandasıdır. Şamxal Cəbiyev, Vüsal Qaflanov, Emin Qasımov, Səyyar Qurbanov, Ramal Ağazadə və Səməd Səmədov gəlirlər. Bakı Dövlət Universitetinin tələbələrindən ibarət bu komanda gəlin görək nə edəcək, necə oynayacaq. Aytaç qorxulu deyil. Qorxulu deyil ki. Qorxulu olsaydı yəqin ki burada əyləşməzdik. Mən çox şadam ki burada əyləşmişsiniz. Və biz də şadıq. Növbəti sual, bir xal dəyərində. Araşdırmaçılar inəklərin zebra kimi ağ-qara boyandıqları zaman daha çox məhsuldar olduqlarını aşkarlamışdılar. Bunun səbəbini izah etməyə çalışın. Vaxt. Bakı Dövlət Universiteti buyurun. Bu suala Vüsal Qaflanov cavab verəcək. Deməli, bildiyim qədər ağ və qara rəngə milçəklər qonmur və inəklər daha rahat olurlar. Onun üçün daha belə otlanmaları üçün məhsuldarlıq da bol olur. 1-0. Hesabı düz açdınız. Hətta bəzən deyirlər ki, zolaqlı geyimdə, yay deyimdir, zolaqlı geyimdə olan insanları da ağcı qanad dişləmir. Növbəti sual. Səməd, neçə il yaşamaq istəyirsiniz? Allahın verdiyi qədər. Bu əlbəttə indi diplomatik bir cavabdır, amma yenə də ən azı nə qədər yaşamaq istəyirsiniz sorursam? Ən azı pensiyaya çıxana qədər. Bu az deyil, azdır məncə. Hələ bilmək olmaz da sizin təqaüdə çıxacağınız ildə təqaüd yaşı nə qədər olacaq kişilər üçün? Ona görə dəqiq demirəm. Kişilərin deyirlər 9 ömrü olur. Amma nəsə edirsinizmi daha uzun yaşamaq üçün? Daha çox əksini edirəm. Daha az yaşamaq üçün, bilmirəm, özümdən asılı olmadan. Çünki Aytaç bilirəm ki, misal üçün idmanı əksik etmir. Brighton Universitetinin professoru Richard Faragher isə hal-hazırda dünyada qocalmanı öyrənən əsas alim hesab edilir və o israrla məsləhət görür ki, uzun ömürlüyün sirrini öyrənmək istəyənlər kimlərlə ünsiyyətə girməsinlər. Vaxt. Yenə Quba birinci çıxır. Düyməni buyurun. Neyman cavab verir. Bəlkə yaşlılarla əlaqəyə girməsinlər. Xeyr. Bakı Dövlət Universiteti düşünür. Həkimdən bəlkə. Həkimdən öyrənsən. Girməsinə, kimsə öbrük saldır. Depressiyada olan adam, ya nəsə belə xəstə adam. Sən kim deyə bilər ki, sən bunu eləsən çox yaşayarsan? Söhbət var, saf adamla mübahisə eləmədən. Rəqibdən bəlkə. Səməd, kim cavab verəcək? Səyyar Qurbanov üçün zəhmət olmasa təkrarlayın sualı. Hal-hazırda dünyada qocalmanı öyrənən əsas alim hesab edilən Richard Faragher məsləhət görür ki, uzun ömürlüyün sirrini öyrənmək istəyənlər kimlərlə ünsiyyətə girməsinlər? Alimlərlə. Yox, uzun ömür sürən insanlarla. Yəni sadəcə yaşlılar biraz o cavab deyil, uzun ömür sürən insanlar. Çünki mən də özümü yaşlı adamı hesab edirəm sizə baxanda. Cavadxan razı deyil, ağız əyir, amma yaşlanarsan bilərsən. Növbəti sual.
Las Vegas otellərinin quruluşu haqqında bir məqalədə deyilir ki, onların hamısı bal tələsi prinsipi ilə tikilib. Müəllif yazır, otellər sizi küçəyə buraxmamaq üçün hər şeyi edir. Bəzən elə görünür ki, əgər qonaq yarım saatdan tez çıxışı tapsa, elə bil kimisə cərmələyəcəklər. Kimi? Vaxt. Göstərəni də, ona yol göstərəni. Yol göstərəni də. Yol göstərən nədir? Bel boyu, bel boyu. Memarı və Arı, bal, çiçək. Bakı Dövlət Universitetinin cavabı deyəsən hazırdır. Las Vegas bildiyimiz kimi belə deyək, kazinolarından məşhurdur. Bəli. Böyük ehtimal o adam yarım saatdan tez çıxsa, demək ki, adamın kazinoda bəxti gətirmir, ona görə krupiyələri cərmələyəcəklər. Elə deyil. Quba düşünür. Kim cavab verəcək Aytaç? Mənim Özünüz? üçün təkrarlayın. Haqqında danışdığım məqalə Las Vegas otellərinin quruluşu haqqındadır. Və onlar orada deyirlər ki, onların hamısı bal tələsi prinsipi ilə tikilib. Otellər sizi küçəyə buraxmamaq üçün hər şey edir. Bəzən elə görünür ki, əgər qonaq yarım saatdan tez çıxışı tapsa, elə bil kimisə cərmələyəcəklər. Kimi? Bəlkə orada polisləri cəlməliyirdilər ki, o tez çıxsa. Yox. Sanki canını qurtarırdı bu sualdan Aytaç. Memarı, əfsuslar olsun ki, bu cavab səslənmədi. Memarı ki, bu nə inşaatdır ki, buradan çox tez girib və çıxmaq mümkündür. Növbəti sual. Fərz edin ki, məşhur İngiltərə kral ailəsi üzvləri ilə görüşdəsiz. Səməd, ola bilər də, həyatda hər şey ola bilər. Saxtalaşdırılmasını istəmədikləri üçün ailənin üzvlərindən nə istəsəz verməzlər. Vaxt. Bakı Dövlət Universitetinin masasında Five Start, Quba. Ola bilər. Şəkil çəkdirmək üçün tacını istəyə bilərlər. Ola bilər. Şəkil çox ümumi anlaşdı. Yəni həm hamısının sahib olduğu bir şeydir. Hamısının sahib olduğu bir şeydir. Sırf onları mən. Dəqiqləşdik. Dur bir dənə özün çox təkrarlaş. Aytaç, Mənim üçün təkrarlayın sual. gəlin təsəvvür edək ki, necəsə olub, həyat elə gətirib ki, İngiltərə kral ailəsi sizə dəvətnamə göndərib ki, dur gəl Londona, görüşürük. Böyük təmtəraq. Təsəvvür edirsiniz, protokol, sizi tanış edirlər. Deyirlər, kraliçəyə əl uzatmaq olmaz, filan, o yan bu yan heç kimə toxunmaq olmaz. Daha doğrusu indi krala, yeri behişt olsun kraliçanın. Saxtalaşdırılmasını istəmədikləri üçün ailənin üzvlərindən nə istəsəz verməzlər? Bəlkə onlarda toxunma qadağan idi. Bunların taclarını istəyirdilər ki, yəni saxtalaşdırılmasını istəmirlər. Mən düşündüm, siz avtoqraf istəyəcəksiniz. Komandalar diskvalifikasiya olunur. Hər iki komanda diskvalifikasiya olunur. Hər iki komanda diskvalifikasiya olunur. Yox, şans oyunu yoxdur, amma diskvalifikasiya yoxdur demək deyil axı. Ona görə iki komanda qalır və mən onları dəvət etməli oluram. Son həlledici döyüşə Sumqayıt komandası gəlir. Qırmızı masa arxasına. Həmzə Əhmədov, Emil Yusublu, Beyrək Rəhimov, Toğrul Qurbanov, Muxtar Səfərov və komandanın kapitanı Əşrəf Paşabəyli. Qırmızı masa arxasına isə Norm Sement komandası. Cavid Məmmədov, Qədir Bağırov, Elnur Qasımzadə, Şahmurad Məmmədov, Bəhruz Şabılı və komandanın kapitanı Mireydər Həmzəyev. Beləliklə, hər iki komandaya uğurlar, həlledici 3 xala qədər döyüş. Görək qalib kim olur və iyun ayının finalında kim oynayacaq? Bu döyüşdən öncə mən bütün oyuncuların diqqətinə bir şey çatdırmaq istəyirəm ki, indi 4G nişanı oynanılır və düymə sıxanlar bu nişanı qazanıb five start etdikləri halda masada qalmaq immuniteti əldə edirlər. Diqqət, vaxt. Bəhruz Şabılı narın 4G xidməti qədər sürətli oldu və başa düşdüyünüz kimi indi o öz sinəsinə 4G nişanını taxmış olur. Təbrik edirəm və sizə xatırladıram ki, bir dəfə five start edib masadan qalxmaya bilərsiniz. Və tamaşaçılarımızın da diqqətinə bir vacib məsələni çatdırmaq istəyirəm. İndi X sosial şəbəkəsində narın hesabında bir sual yerləşdirilib. Doğru cavablandırsanız hədiyyə qazana bilərsiniz. Uğurlar.
Kişi Sözü filminin rejissoru Cahangir Mehdiyev xatırlayır ki, filmin bəstəkarı Vasif Adgözəlov filmin səhnələrindən birində öz səsi ilə mahnı ifa etmişdi. Bəs rejissor onun səsinin kimin səsinə bənzədiyini söylüyor? Vaxt. Sumqayıt komandası. Beyrək. Kişi Sözü kinosunda baş qəhrəman obrazını Əjdər Həmidov, bəlkə Əjdər Həmidovun səsini oxşayır. Yox, elə deyil. Norm Siment düşünür. Əlimizin nə var? Şamil Süleymanov. Rejissoru kimdir? Rejissor bəlkə rejissor. Kimin səsini oxşaya bilər? Yox. Mən baxıram. Maqamayev satdı bəlkə, ya nə bilim. Bəlkə Bəxtiyar oynayan kimidir? Eşidirəm. Mümkünsə Cavid üçün təkrar edərdiniz. Kişi Sözü filminin rejissoru Cahangir Mehdiyev xatırlayır ki, filmin bəstəkarı Vasif Adgözəlov filmin səhnələrindən birində öz səsi ilə mahnı ifa etdikdən sonra rejissor onun səsinin kimin səsinə bənzədiyini dilə gətirmişdi. Şamil Süleymanovun. Siz deyəsən unutdunuz ki, Vasif Adgözəlovun atası, məşhur xanəndə Zülfü Adgözəlovun da adını çəkmək olardı. Növbəti sual 2 xal dəyərində. Amerikan futbolu liqasında ulduzlardan sayılan Justin Jefferson catcher rolunu icra edir. Onun haqqında məqalələrdən biri hansı filmin adı ilə adlandırılıb? Vaxt. Norm Siment kim cavab verir? Qədir. Buyurun. Catch Me If You Can. Bacarırsansa tut. 2-0. Və bacardılar. İndi Sumqayıt komandasına ən azı 2 ardıcıl doğru cavab vermək lazımdır. Əşrəf, bacararsınız. Mənəli gəl, hə? Hindlilər deyir, bu bayramın bir qaydası var. Sizi rəngləyəcəklər, siz də əvəzində hamıya rəng qatmalısınız. Söhbət hansı bayramdan gedir? Vaxt. Sumqayıt masasında Five Start və Düyməsixan masadan qalxır. Ki Norm Siment düşünsün qalan var. Fikrimizcə Holi bayramıdır bu. Elədir ki var. 3-0. Norm Siment komandası Cavid Məmmədov, Qədir Bağırov, Elnur Qasımzadə, Şahmurad Məmmədov, Bəhruz Şabalı və Mireydər Əmzəyev gördüyünüz kimi bu fürsəti əldə etdilər. İyun ayının finalında oynayacaqlar. İnanılmazdır və mənə elə gəlir ki, komandalar sanki çox belə çətin bir sınaqdan keçdilər. Amma bu sınaqda mənim yanımda olduğuna görə Nurana xanım, sizə təşəkkür edirəm. Sizin bugün yaşıl pencəyiniz yaşıl masaya düşdü. Mən belə deyə bilərəm. Norm Siment komandası qalibdir. Bir həftədən sonra çox maraqlı bir finalla, iyun ayının finalı ilə qarşınızdayıq və finalda bilinəcək ki, daha bir komanda Narkobok uğrunda hansı komanda mübarizə aparacaq. Görüşənə dək, salamat qalın. You're my lover, undercover. You're my secret passion and I have no other. You're delicious, so capricious. If I battle, you don't want me, I'll be wishes. Say you love me and you have me in your arms forever and I won't forget it. Say you miss me, come and kiss me. Take me up to heaven and you won't regret it. You are the one, you're my number one, the only treasure I've ever had. You are the one, you're my number one, anything for you 'cause you're the one I love. You're my lover, undercover. You're my secret passion and I have no other. You're the fire and desire.